Rafi müəllimlə bizim tanışdığımız 2000-ci illərə, daha doğrusu 2006-cı ilə təsadüf edir. Yəni 2006-cı ildən biz bir yerdə, yəni əmlak məsələləri üzrə Dövlət Komitəsində Rafi müəllim o dövrlərdə komitə sədri müavini vəzifəsində çalışırdı. Mən isə Regional Ərazi İdarəsinin rəisi vəzifəsində çalışırdım. Yəni bir sistemdə çalışırdıq. Mütəmadi ünsiyyətlərimiz olurdu, işlə bağlı ünsiyyətlərimiz olurdu, iclaslar, müşavirələr. O dövrdən bizim tanışlığımız davam edir. Biz, yəni burada uzun illərdir. Həyat elə qismət elədir ki, möhtərəm cənab prezidentimizin müvafiq sərəncamı ilə Rafi müəllim 2021-ci ildə Cəlilabad rayonunun icra hakimiyyətinin başçısı təyin edildi. Bu çox bir möhtərəm bir təyinat idi cənab prezident tərəfindən. Elə oldu ki, nəsib oldu ki, 2001-ci il dekabr ayında mən də cənab başçının, yəni Rafi müəllimin müvafiq sərəncamı ilə rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olundu. Yəni, həyat elə gətirdi ki, 2006-cı ildən bir sistemdə çalışa, 2001-ci ildə də bir yerdə rayon icra hakimiyyətində çinin-çinə çalışmaq nəsib oldu. Mən bu təyinatdan çox şad oldum. Çünki Rafi müəllim üçün bir insanla, bir şəxsiyyətlə